Salam millət, yeni bir video, yeni bir skuter sürüşü. Bugün artıq çəkdiyim ikinci videoda dedim ki, siz haqqında danışın. Bundan əvvəlki videoda Velsavetlə skuterin fərqi haqqında danışdıq ki, almaq istəyəndə nəyə qərar verəsiniz, ondan danışdıq. Öz fikrimi dedim yəni. Bu videomuzda elə belə sürürük. Videomuz bir növ random olacaq da, yəni nəydən oldu danışarıq, nə bilim. Misal üçün, baxaq, skuter, velsavet üçün yollar nə vəziyyətdədir ona. Yəni, skuter, velsavet üçün Bakı idealdır yoxsa yox? Ki, cavabı bəllidir ki, ideal deyil. Birincisi, sürücülər o deyil. Sürücülər adamı bildiyin sıxırlar. Yəni, bizdə ən azından o mədəniyyət formalaşmayıb ki, millət olaraq iki təkərli nəqliyyat kimi görsün. Yəni, iki təkərli nəqliyyat kimi baxmaq mədəniyyəti bizdə yoxdur. Daha sonra velsavet yolları, yəni velsavet, skuter, iki təkərli xırda nəqliyyatlar. Bunlar üçün olan yollar Bakıda təzəlikdən çəkilib. İnsanlar buna daydaya var. Görürsünüz, konkret iqra oynayırıq burada. Burada yol qutardı. Bundan sonra skuterə qanat taxmalısan. Burada yol qutardı. Sizə yolları tapıb göstərəcəm ki, harada yollar var sürməyə. Belə yerlərdə skuteri, normalda mən bu hissələri kəsməliyəm montajda, amma bu dəfə kəsməyəcəm. Skuteri əlimdə gəzdirə sizə göstərirəm ki, baxın görün, bu da Bakıda skuter sürmək. Yəni tək, bəzən deyirlər, dövlət belə, dövlət elə, hər şey dövlətin üstünə atmaq lazım deyil. Dövlət eləyir də, eləmir də, o başqa. Yəni burada məsələ siyasət söhbəti deyil, müxalifət olmaq söhbəti deyil. Burada məsələ olsun ki, cəmaatda yoxdur. Yaxşı, bax, dövlət velsavet yolunu çəkib. Deyək, bax, qabağımızda velsavet yolu. İndi gəl orada velsavet sür, bax, skuter sür. Yola bax. Bax, indi gəl burada skuter sür, görün nətər sürür. Bax, çıxıram skuterə. Getdik. Hə, sür indi görün. Bax, üzvə dururlar, gəlirlər, çəkilmək istəmirlər. Bu millət hələ başa düşmür ki, bu yaşıl zolaq nə deməkdir. Burada da avtoşluq eləmək lazımdır. Burada yenə yolumuz qutardı, keçirik bu tərəfə. Fikir verirsiniz də. Biri var, mən olur, adam fikirli olur, bilmədən çıxır velsavet yoluna, o başqa şeydir. Bir də var ki, üz-üzə gəlirsən ilə, səni görür, amma yenə də çəkilmir. Siqnal verirəm, yenə də çəkilmir. Bu adam dərk eləmir ki, bu mən skuterin yolunda gedirəm. Onu dərk eləmir. İndi, onu deyirəm də. Onu deyirəm ki, deməli bu skuter yolunda velsavet sürməyin, skuter sürməyin nə dərəcədə Bakıda rahat olduğu. Bax, bu dəqiqə bu getdiyim yol yaxşı yoldur. Yol kənarıdır, yenə yol qıraqlarına baxmalıyam, dönəm vurmasın. Aha, bax, bu yol hamardır, hal-hazırda hamardır. Burada pis deyil də gedirəm. 20 ilə, 25 ilə gedirəm. Sürətim 40-dır əslində, amma mən belə gedirəm. Deməli, amma Tbilisi tərəfdə tutaq ki, Kaspiyan tərəfdən üzü aşağı qış parkına qədər yolun sağında skuter zolağı var. Mən elə o videonu deyirəm ki, keçən videoda demişdim, bir video vardı, o videonu mən elədim. Yəni, buranı ehtiyatla keçək, böyle dönməsinlər üstümüzə. Əslində, bunlar burada məni buraxmalıdır qanunla.
Qaqaş elə bilir ki, indi məndən sürətli gedir də. Deməli, nə deyirdim mən? Hə, o videonu paylaşmadım, sildim. Nəyə görə? Kamera fokusu vermişdi skuterə. O bir videoda demişəm ona. Hər yer bulur idi. O video zay oldu, onu sildim. Orada deməli Tbilisi tərəfdə Kaspiyana qədər olan yolumuzda yol bərbad vəziyyətdədir. Uçuq, sökük, lato. Adı var da, skuter yolunun adı var, özü yoxdur. Orada elə getdiyin yerdə bir dənə latoka düşüb yıxıla bilərsən, bu bir. Yolun qırağında maşınlar dayanır. Yolun qırağında maşınlar dayanır. Parkovka eləyiblər, qanuni parkovka deyil də. Yəni həmişəki kimi də bir dənə dayday əlində çubuqla dayanıb maşınları saxlayıblar skuter yolunun üstündə, velosiped yolunun üstündə. Yəni sən bunlara görə məcbur çıxmalısan yolun ortasına. Yəni belə burada biraz aralı götürək, bunun işıqları yanır, üstümüzə sürər. Aha, yəni ki belə vəziyyətlər var. Bura yaxşıdır, bu elmlər tərəfdir bura. Buranın şeyi yaxşıdır, yolu yaxşıdır. Yəni hamısı belə olsa super olar da, nə var ki, maşından istifadə eləməz adam. Bura yaxşıdır. Hə, onu da deyim ki, skuter və velosiped nə sürün, dizliyi, dirsəliyi mütləq taxılmalıdır. Onun zarafatı olmur. Mən onun zarafatını elədim. 4 ay qolumda millə gəzməklə o zarafatın türklər demiş bədəlini ödətdilər. Ödədim. Yəni iki təkərli nəqliyyat sürürsənsə, diz dirsəyi qorumaq lazımdır. Ən çox sınan odur. Diz dirsəyi, bilək, ayaq. Burada deməli, bu getdiyimiz yol, qabaqda görürsünüz alov güllələri, şəhərlər xiyabanı olan küçədir. Burada velosiped yolu yoxdur. Bura təhlükəli yerdir. Mən tutaq ki, alov qüllələrinə tərəf getmək istəyirəmsə, gedib piyada kimi yol keçməliyəm. Buranın keçdiyi, bura haradır? Buradan gedəcək təzdən bildim. Bu yollar, misal üçün, belə yollarda harada ki yoxdur, velosiped yolu, skuter yolu. Sən məcbursan trasdan getməyə. Onda da yolun ən sağını tutub getməlisən. Orta ilə zadla yox, təhlükəli. Amma gəzmək üçün skuter əla bir şeydir. Yəni sürüş, yəni prosta gəzməyə də, yəni harasa tələsmə. Heç ara tələsmə, sakit özün üçün gəz. Ya harasa geyirsənsə, biraz tez sıx. Çünki tələsəndə adam yıxılır.
Bura nəşriyyatın qarşısıdır. Azərbaycan nəşriyyatı. Skuterimiz budur. Kamera əyilib ki, skuter budur. Görünür qaydasındadır. Hə, bax gördüyünüz bu yol şeydir. Buranın qəşəng eliblər, iridir. Velosiped yoldur, bura iridir. Nəşriyyatın qarşısı. Bir çox yerdə şey yoxdur. Skuter, velosiped yolu yoxdur. Oralar həm təhlükəlidir, həm adam əziyyət çəkir. Ümumi belə deyək də, maşınlar, adamlar səni başa düşsə, mədəniyyət olsa, bizdə ümumi o iki təkərli nəqliyyat mədəniyyəti yoxdur. Nə bizdə, nə türklərdə. Yəni təhlükəsiz rahat gedə bilərik. Olsa mədəniyyət yoxdur. Ona görə qayda qanuna yox, cəmaata baxmaq lazımdır ki, cəmaat görmüşdür. Yəni yol sənin ola üstüvə çıxırlar. Başqa nə qaldı danışacağımız? Məncə bu video bu qədər. Yəni ehtiyatlı olmaq lazımdır. Yol varsa yolla sür, yoxdursa sağla sür. Əsas odur ki, sürət limitinə bax, 25-dən yuxarı sürmə. Heç nə, millət görüşərik. Özünüzə yaxşı baxın. Videoları bəyənməyi, fikirlərinizi yazmağı unutmayın. Mənə dəstək olun ki, məndə də motivasiya olsun, videolar çəkib paylaşın. Video yəqin ki, bu o qədər də uzun olmayacaq, qədər qısa olsa yaxşıdır. Çox sağ olun, sağ olun.